Herkese salam olsun. Hər birinizi xoş gördük. Bugün yanımda Yusif var. Həmişə deyirdiniz ki, Yusif danışsın, biz onu görək, Yusiflə tanış olaq. Yusif, icazə versən sən çəkə bilərəm. Olar. Laf yaxşı. Yusifin də iznini aldıq. Onda mən İcazə bunu verirəm. çevirim. Yaxşı eləyirsən. Onda çevirim. Sən özünü təqdim et. Mən özün, yəni danış özün haqqında. Təqdim etmək bilirsən nədir? Yəni adımı deyim. Ay sağ ol. Adını de, özün haqqında məlumat ver. Buyur. Aha. Salamlaşa bilərsən məsələn. Hər kəsə salam. Hər Ay, sağ ol. birinizə xoş gördük. Dük mənim adım Yusifdir. Aha. Sonra Dir, nədir? 12 yaşım var. Var. 7-ci sinifdə oxuyuram. Harda, hansı məktəbdə oxuyursan, Yusif? Çaysu məktəbi, tam orta məktəbdə. Aha, çox gözəl. Hansı rayonun kəndidir? Çayüzü? Hansı rayonda? Yardımlıdır. Yardımlı rayonunda. Ay sağ ol. Biraz ailəmiz haqqında da danışa bilərsən qısa olaraq. Ailəmiz neçə nəfərdən ibarətdir? Ailəmizdə kimlər var? Deməli, Aha. ailəmizdə 6 nəfərdir. Düzdür? Əvvəlcə olaraq anam, atam, Aha. ikiz qardaşım, ikiz qardaşım, mən, yəni Yusif, Aha. Sənan, dostu. Aferin sənə. Aferin sənə. Çox gözəl saydın. Amma ailəmizin ən kiçik üzvünü unuttun. Kimdir ailəmizin ən kiçik üzvü? Kimdir? Deməli, Aha. bir təxmin edim ailəmizin ən kiçik 2 yaşında olan üzvü kimdir ailəmizin? Sənanın oğlu. Bilirəm. Adı nədir onun? 1 yaşındadır. Aha. Adı Yunisdir. Aha, aferin sənə. Onu da dedik, ailəmiz tam oldu. İndi biraz məktəbimiz haqqında danışaq. Bax, artıq 2 ildir buradayıq. Bu məktəbdə oxuyursunuz. Ümumiyyətlə, məktəb necə məktəbdir? Bax, uşaqlar, müəllimlər haqqında nə deyə bilərsən? Dostların varmı? Bax, bu məktəbdə dostların varmı sənin? Var. Aha, kimdir sənin dostların burada? Rıza Üzeyir. Rıza və Üzeyir. Hə, Üzeyir qonşumuzdur. Rıza da sənin ən yaxın dostundur. Laf yaxşı, əla. Bəs müəllimlər haqqında nə deyə bilərsən? Hansı müəllimdən daha çox söhbət Səadət edirsən? müəllimə, Qəhrəman müəllimə və Əfsanə müəllimə. Aha, Qəhrəman müəllimdən laf çox söhbət edirsən, bunu bilirəm. Laf yaxşı, çox gözəl. Bəs dərslərdən hansı fənni daha çox sevirsən? Hansı fənni biz daha maraqla oxuyuruq? De. Coğrafiya. Aha, coğrafiya, bunu bilirəm. Çünki coğrafiya dərsində biz evdə çox maraqla hazırlayırıq. Coğrafiyaya sən belə xüsusi marağın var. Bir də nəyə ən çox marağın var? Yadına düşmürsə mən deyim. Ən çox nəyi sevirsən? Aha, tarixi də sevirsən, amma sən ensiklopediya oxumağı daha çox sevirsən. Çünki sənin ümumi biliklərə daha çox həvəsin var. Bunu bilirəm, deyilmi? Aha. Elədir. Bax, coğrafiyadan söz düşmüşkən, Yusif, bax, bu əlimdəki bilirsən də nədir? O əlindəki nədir? Nədir? Kəsəgə. Ay, sağ ol, KSG. Bu sənin, demək, bayramdan əvvəl yazdığın KSG nəticələrdir. Qoy mən belə Bayramdan göstərim əvvəl bunu. KSG. Hə. Biz tətilə çıxmazdan əvvəl siz coğrafiyadan KSG yazmışdınız. Qoy hər kəs görsün sənin bu nəticələrini. Baxın, burada müəllimin qeydləri var. Demək, 16 sualdan görək Yusif neçə suala düzgün cavab yazıb. Ümumiyyətlə, Yusif, bax, sənin bu cavabın, bu nəticən mənim üçün qənaətbəxş sayılır. Yəni, mənim çox xoşuma gəlir. Qənaətbəxş bilsən də nə deməkdir? Qənaətbəxş nə deməkdir? O deməkdir ki, yəni məni qane edir sənin bax bu yazdığın cavab. Çox yaxşıdır. Çünki mən bilirəm ki, sən buradakı sualların bəzilərini düzgün qeyd eləməsən də, onların amma əsl düzgün cavabını bilirsən. Mən bunu bilirəm. Demək, 16 sualdan 1, 2, 3, 4, 5, burada da 6, 7 suala düzgün cavab verib. Amma burada, yəni bilirəm ki, cavabını bildiyi suallar da var. Sadəcə onları düzgün qeyd eləməyik. Biz bu barədə danışdıq, deyilmi Yusif?
Bəli, bəzi danışdıq. suallar var ki, sən onları burada düzgün qeyd eləməmisən. Niyə onları düzgün qeyd eləmədin mən bala? Sualları bilmədim. Çətin idi. Aha, bu çətin gəldi sənə, deyilmi? Bax dedin ki, buradakı Bilmədim ki, hansı düzdür. aha, buradakı deməli terminləri başa düşməmisən. Belə dedin deyəsən, deyilmi? Biz də dərsdə bunu götürən kimi müzakirə etdik qısaca. Amma qalanlarını düz yazmısan. Bax bu çətin sualdır, amma sən bunu düz yazmısan. Afərin. Çünki sən qütbləri, Mənə çox istiqamətləri asan gəldi bu sual. bilirsən axı, sən qütbləri və istiqamətləri çox yaxşı bilirsən və bax bunu da düzgün yazmısan. Çünki bu mövzunu da biz çox gözəl hazırlamışdıq, çox gözəl oxumuşduq. Bax görürsənmi? Bax düpbədüz cavab vermisən və bunu da bax bu da çox çətin sualdır. Özdəki belə çox düşündürücü sualdır, amma Yusif buna da doğru cavab yazıb. Rastgele Afərin birini sənə. işarələdim. Elə bildim ki, səhv olacaq. Amma məni təəccübləndirdin sual. Düz çıxdı. Deməli rastgele işarələdikləri də olub, amma bilirəm bu sualların cavabını bilirsən sən. Məsələn bax burada nə soruşur? Bax deyir ki, deməli yağıntı növlərinin hansı buluddan düşməyən yağıntıdır? Hansı buluddan düşməyəndir? Bax burada bax düzgün işarələmisən. Hansı buluddan düşmür? Bax bu yağıntıların hansı Şeh. buluddan? Şeh buluddan düşmür. Yazır. Buluddan düşməyən daha hansı yağıntı növü var? Qrov. Qrov. Ay sağ ol. Bax bu burada yoxdur, amma görürsüz bax Yusuf Qrovu onu. mən soyuq dedi. havalarda tez-tez görürəm. Aha, şaxtalı havalarda. Bəli. Bəli, qrovu şaxtalı havalarda görürük. Belə, bu da sənin KSG cavabların. Bugünlük sağollaşaq. Videomuzu bitirək Yusuf. Əlbəttə. Bitirək. Onda sağollaşaq. Sağ Səni olun. tanıyan insanlara, yeni dostlarına sağ ol de və biz yenidən nə vaxtsa yenə də video çəkərik və onlar səni yenə görərlər. Dəqiqə. Aha, tamam. Danış. Yox, sən. Yaxşı. Hə. Məni izləyən, məni yeni tanıyan, məni tanıyan, yəni bütün izləyicilərimə və dostlara salam göndərirəm. Sağ olun. Sağ olun. Yenidən görüşərik inşallah.